Dayıcan, mənim büdcəm 100 manatdır. 100 manata nə ala bilərəm? 100 manata ancaq heyvanın daş alarsan. Babacan, yoldaşınız üçün böyrəyinizi verərdiniz. Ona hər şeyimi verərəm mən. Nəfəsim də o mənim. Yaxşı ki varımsan. Pakizə. Nənə, Ronaldo yoxsa Messi? Ronaldo mənim aşkımdır. Allah xoşbəxt eləsin. Necə tanış olmusunuz? Nəvəm dostuna söz vermişdi ki, nənəmi sənə verəcəm. Mən də köməklik elədim. Ay qız, gel Pocinkiyə. Ay qız dur. Yemək pişir. Azlarım olsun Pocinkiyə. Adınız nədir? Xaqani. Xəqani müəllim, ən çox harda çöplədirsiniz? Sən harada çöplətdirsənsə, mən də orada çöplətdirirəm. Ay camaat, Azelov ölməyib. Düzünə deyirəm, Azelov bləlay peredok. Azərbaycanlı bir alim Emişteyn zaman aparatı ixtira etdiyini deyir. Əməkdaşımız Anar onu yoxlamaq üçün indi onun yanındadır. Bəli, hal-hazırda Emişteynlə birlikdəyik. Deyir ki, bu zaman aparatıdır. Görək, doğrudan işləyir. Gəl yoxlayaq səni, gələcəyə göndərəcəm. Bля, deyəsən keçmişə yolladım. İşdillah alim. Deyəsən daş dövrünə yollayıb məni. Ona güvənib yola çıxanın. Başıma iş gəldi. Deyəsən məni tayfa başçısı eləmək istəyirlər. Telefonla siqnal da göndərə bilmirəm. O xiyar alim, bütün həyatıma sıçdı. Əmican, hansı tərəfə gedirsiniz? Taksi ilə evə getsəm 7 manat yazacaqdı. Mən də Yangoda buradakı dönərxanadan sifariş verdim. Evə bir yerdə gedirik. Kasıbıq, amma gic döyülük.